Sizlerle birlikte yine farklı bir oyunun, farklı bir videosu ile karşınızdayım. Bugün yeni çıkmış bir oyun. 2-3 gün diye demek var ki çıkıp. UFL oyununu oynayacağıq. Yazsaz bu arada UFL. Yazsaz gələcək həqiqətən əsl necə deyim belə sizə. FIFA 26-nı həqiqətən hiss elətdirir. Çox qrafiklər falan, hər şey çox qəşəngdir. Uzun sözün qısası başlayaq. Start dedim. Bir tane komandayla oynayırıq. Mənim kadrom bu soldaydı. Torres, nə bilim, Williams, Çalhanoğlu belə. Pis deyil, yəni normaldır. İndi yeni başlamışam mən də elə. Çıxan günü mən də indirdim. Baxdım gördüm həqiqətən çox qəşəng oyundur da yəni. Ya Allah, başladıq dostlar oyunumuza. Torres. Başladıq bu Endia'dan. Robinson, Williams. Bu arada Liboy oyuncuyla istədiyimiz hər hərəkət eləmək olur. Misal üçün Williams'dan bunu elədiysə müdafiəçi ilə də bunu eləmək olur. Bu arada sonra mən deyim, bunların bu oyunu ümumiyyətlə istəyir 40-lıq, istəyir 50-lik qapıçılıq olsun, istəyir 90-lıq qapıçılıq olsun. Həqiqətən qapıçıları çox güclüdür. Bilmirəm niyə. Həqiqətən yəni tam 9-luğa gedən bir zərbəni belə rahatlıqla çıxarda bilirlər. Ona görə uzaqdan qol vurmaq həqiqətən çox çətindir. Ayda, çək çatardı. Bax, nə bilim də, yaxşı, nəysə. Çox kritik anlarda topu almaq və araya girmək o qədər də çətin deyil, amma normaldır yəni. Çətinliyi yəni də var. Bam, gəldi Pacho, Çalhanoğlu. Çalhanoğlu'dan bir dənə hərəkət, Çalhanoğlu ilərləyir, Çalhanoğlu. Çalhanoğlu ilərləyir yenə, Çalhanoğlu'dan yenə bir hərəkət, Çalhanoğlu vurdu. Yəni gördüyünüz kimi də dostlar yəni. Ona yəni artıq mən yəni necə deyim, söz tapmıram yəni. Bu arada dostlar oyunun bu arada belə bir məntiqi var ki, korner atmaq çox həqiqətən çətindir, həddən artıq. Bilmirəm niyə, amma həqiqətən niyə çox çətindir. Yəni min dənə şey var, topun necə gedişini, falsolu necə getsin və yaxud da falsosuz getsin. Onları falan hər şeyi ayarlamalısınız. Və yaxud o bastım kikeyi, yəni vurmaq işarəsinə. Orada hələ sarı bir dənə işarə var. Onu əgər yəni üstünə gətirməsəz, ortanı o qədər də yaxşı açmır da. Bam! Burada olmadı. Bəli dostlar, yenidən gəldik. Buendia keçdi. Pas Williams. Aradan qaçdı Pacho vurdu. Və bu qədər. Bu arada keçməyəcəm. Qol sevinci göstərəcəm. Həqiqətən qol sevinciləri çox qəşəngdir. Pacho bir də müdafiə edir. Bu niyə bura qədər gəlib ki? Çox qəribədir. Niyə həqiqətən bura qədər gəldi? Açıqcası bundan yəni bu qədər görən güclü zərbə gözləmədim. Başlayaq. Başla. Buendia. Milenkovic. Çalhanoğlu ilerleyir. Çalhanoğlu tek gelir. Çalhanoğlu özü gelir. Çalhanoğlu vurur. Ve 2-0. Bu kadar. Çalhanoğlu fərqi deyir. Həqiqətən dostlar, bu oyunda mən Çalhanoğlu çıxmağı çox yaxşı oldu. Həm sürəti var. Yəni ən azından bu oyunda. Əsliyatda da sürəti var. Yəni sürəti pis deyil. Əsliyatda da oyunda da. Oyunda lap çoxdur. Zərbəsi də ki, yəni Çalhanoğlu'nun zərbələrini və frikiklərini məncə deməyə ehtiyac yoxdur da. Özünüz bilirsiniz. Torres də qalsın da top. Neysə. Olar şeydə olar. Ola bilər və aldı Milenkovic. Verdi Torres. Verdi Iñaki Williams. Oy. Yəni dostlar, zərbəni gördünüz və qapısının refleksini gördünüz. Həqiqətən çox qəşəngdir. Baxın dostlar, burada elə o sarı var, ona əgər necə deyim, sarının üzrə gətirməsəz, o qədər də yaxşı, o yəni ortanı açmış, korneri o qədər də yaxşı icra etmiş. Olmadı lan, niyə ki, hə. Birinci hissə qutardı. İkinci hissə başlayır. Georgi, adını oxuyamadım, nəsə. Buendia, qəşəng Robinson.
Robinson qaldı. Ayda Williams. Yaxşı ki elə o pas keçmədi. Offside idi deyəsən. Deyəsən tam deyəsən. Şay Milenkovic. Bu arada Milenkovic həqiqətən qəşəng kartdı bu oyunda. Amma bu oyunu yükləyəndə bir-iki dəfə update elədim. Yəni bəzi güncəlləmələr gəlmişdi. Onlar falan endirdim, elədim. Biraz gözlədim, 1-2 saat falan. Yəni ha vaxt boş vaxtım oldu. Ayda offside yoxsa yox. Offside yoxdur. Gol. Çox yaxşı. Mən nəyə görə offside dedim? Çünki 2 dənə falan defans var idi. Onların arxasında qaldı. Bu ən lap belə qıraqdakı defansı görməmişdim. Bu arada dostlar, burada belə bir şey var ki, zərbə əgər vursaq, zərbənin sürətini də göstərir. Məsəl üçün mən bayaq deyəsən 80 neçə idi. Yəni elə vurmuşdum. Buendia. Saka. Saka mövqeyi bu deyil, amma yəni İnyaki'nin yerinə qoymaq istəmirəm. Həm də reyting cəhətdən də İnyaki'dən düşüşdü. Ona görə mən də Löviyə qoydum. Aslında Lövi olmuş Saka. Bizdə qaldı. Tələsmə. Və bu deyəsən can idi. Nəsə var. Oy da elə bildim Buendia'da qaldı. Bu ne oyunculardı mən almışam. Bizim adı yadından çıxır. Adı yadından çıxır, oxuya bilmirəm. Qəşəng. Vurinyaki ayda. Və belə zərbələr də çox elə bilirsən ki, yəni qoldu, amma deyil əslində. 6 dəqiqə olub bu arada. Yəni ki, bir oyun hardasa 10 dəqiqə falan çəkir. Getdi. Hoppa. Geldi. Paço. Qəşəng. Saka qəşəng. No offside. Və gol. Qəşəng. Bunu Griezmann deyirsən abi. Qəşəng. 106 ilə gedib bu arada. 106 kilometre ilə gedib. Həqiqətən sürətdə olub. Sonra. Getdi. Hoppa, gel. Paço. Ayda, yox. Yox da, bu səfər deyəsən gol yedik. Ayda. Yaşamaz. Mən bu qolun amma heyfini çıxaram sonra. Heç olmaz, eybi yox. Başlayayım görək. Offside falan yoxdur. Williams aldı. Gedər oradan, gedəmədi. Ona yeri. Heç olmaz. Paso qalsın, paso zordur. Ay, dedi, hara atdı ya bunu buranı. Buendia. Robinson. Gəldi. Hoppa. Qaldı onunla, top olmadı. Neysə. Biz sürüşməklə də aldıq topu. Neysə dostlar, mən futbol oynananda neysə sürüşmə çox xoşuma gəlir. O belə zərbələrin olsun və yaxud da qabağa, yəni qapıya doğru qaçan futbolçunun qabağında sürüşməklə keçmək həqiqətən mən ləzzət edir. Yəni həqiqətən nə bilim, mən çox xoşuma gəlir. Misal üçün mən futbolda bir dənə dostum var, onunla VS atanda arada. O deyir ancaq sürüşmə. Mən deyirəm ki, yəni bu sürüşmə oyunda varsa, deməli bunu istifadə edən də var da. Yəni sürüşmə fənnindən həqiqətən çox sevirəm. Ona görə çox zaman istifadə edirəm. Hər zaman demək olar ki. Hətta zərbələrin falan boş qapıya gələn topları qarşısını almaq da həqiqətən çox xoşuma gəlir. Belə 9 dəqiqə olub, bir dənə də oynayaq. Bəsdir artıq. Buralar kesin dostlar, o oyun başlayanda yenidən necə deyim, başladıram oyunu. Bəli dostlar, oyunumuza başlayırıq. Buendia verdi Williams. Buendia. Robinson verdi Milenkovic. Məzələnmədə. Paçolarını alanmadı. Petrovic. Qəşəng. Bizdə qalsın top. Tut. Paço. Verdi. Bogart.
Bokat. Bir tane çeşitli Çalhanoğlu. Çalhanoğlu verdi Çalhanoğlu'ya yeniden. Hoppa. İlerleyir Çalhanoğlu. Çalhanoğlu'dan bir tane de. Çalhanoğlu'da kalmadı. Topu olsun. Olsun. Hiç olmaz. Bu Endiya. Gel. Çok hasta topu özündən. Çalhanoğlu. Geldi Çalhanoğlu. Çalhanoğlu alaram diyeceğim. Pas verdi ama şey. Milenkovic de yok. Gel. Milenkovic kaç. Yok. Şey qapıcı. Ama görürsünüz da mənim qapısımda rəqibin qapısında bayaqki oynayan gördük də. Alınamadı. Hoppa. Hiçbir şey yoktu. Williams. Torres'den bir tane çalım. Williams qaçır. Iniaki vurdu və qapıcı. Buyurun. Həqiqətən hal aldı. Yani sen o sürətlə gedən topu çıxartdınsa hal aldı. Çalhanoğlu haydi aldılar. Milenkovic qəşəng. Çalhanoğlu. Hoppa. Çalhanoğlu. Dok. Adam. Bu sürətlə gedən topları necə çıxardılar? Evlər həqiqətən çatmır evlər. Pasmır. Çağır bir tanesini. Çağır. Pas. Hoppa. Offside deyəsən. Offside. Ben dedim ortaya yani biraz daha yakın tarafa gidiyor. Da öyle ben de neyim. Torres çok yoruldu bu arada. Yani Griezmann değişleyeceğiz yaklamayı diyelim. Müdafiəçilərimiz yaxşıdır. Şey Milenkovic, həqiqətən Milenkovic'i ben bu oyunu sevdim. Şey Torres geldi aradan. Torres vurdu və yani onu saxlaya bilməzdi. Həqiqətən yani bunu saxlaya bilməzdi. Dank 95 ile gelip. Qəşəng. Mənə bildim biraz sürət azı olub 85 falan, 80 falan belə ama 95 ile gelip. Qəşəng. Hoppa. Torres. Hoppa. Getdi. Williams. Torres vurdu və qapıcı. O yüzden mən belə baxıram ki, ümumiyyətlə bu oyunda yəni bir uzaqdan belə həqiqətən udar zərbə vurmaq məncə biraz şans işidir məncə. Pas mod, cross mod, pas mod, pas. Adam ne oldu ya vırında mı? Gel Milenkovic'den gel. Oha Pato da qəşəng. Pato var qəşəng. Hop. Bizdə. Uyda. Çox sürətli gəlmişdi amma qapıya gitmədi top. Qapıya getsəydi %90% yani 120-130 falan vardı həqiqətən. O kadar bakın deyirəm sizə, o kadar. Şey. Çalhanoğlu ilə qol vurmaq istəyirəm, neyse. Uy. Ayda direğe baxam mənə. Ayda dirək yox da. Çox sürətlə vurdu amma təəssüf ki direğe getdi. Getdik. Geldi Griezmann girdi oyuna. Griezmann da bir tane atar da geldi. Ne kadar oldu? 14 dakika ara var. Yani böyle çıxır ki bir oyun 10 dakika falan da. 10 dakika, 9 dakika falan. Hoppa Griezmann vurdu yine kapçı. Yine kapçı ve yine kapçı. Hava oldu. Ne değil. Yine pas modu çevirsen. Pas. Tulla o tarafa. Yok. De Çalhanoğlu tapdım. Ayda. Əslində mən şimdi Çalhanoğlu'ya yatım. Prosto da dedim. Yok Pato'da da koymaz ki Pato. Sürüşə alırlar topu. Çok zayıf getdi bu arada top.
Oy. Oy yaşanç. Getdi ne? Sənə kim durdura bilər? Ayda keçirdi ya. Azma bir şey kalmış keçirdi. Hop. 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 Çalhanoglu. Çalhanoglu. Bir de momentin tamamlanma dostlar. Bu ama bir sağlamla. Udar bir zərбə. Şək. Bu kadar udara yanıp bu kadar mesafe tasarladın. Evet yani. Offside. Bak o kadar topu ayağından atmıyorsan misal için. Ay Allah. Terbiyesiz adam. Yok. Çok zayıf vururlar yine sen. Sakın. Çalhanoğlu. Ha, olmadı. Uje seninki. Oha. Hakikaten bu çok biraz çok bence. Biraz. Çok biraz. Hemen bundan canım kurtulsun. Hayda. Ben Çalhan'la vurmak istiyorum. 72. dakika tez elə. Ver Çalhanoğlu'ya ver. Belə baxıram Çalhanoğlu artıq canlı oynadım. Yeniden pas vereyim Çalhanoğlu keçsin öz yerinə. Bu usta niye belədir? Bir dənə çiyin alan kimi elə. Özləri necə deyim biraz. Ay dədə bu an neynir ola? İkinci səfərdə %90% gol şansına getiriblər. Allah. Yox şu qapçım var ya hemen. Da bəsdir da. Şəp Petrovic, şeysən. Şimdi sən nə var? Bu taraftan gireceğim yavaş. Yavaş gireceğim. Çalhanoğlu sizi öz yerinə. Hop. Biraz Çalhanoğlu qabağa gəlsə. Həqiqətən indi. Oy! Şey zərbə vurdu bu arada. Sağlı olsun nə deyək, heç nə deməyək. Oy, elə bildim gol. Dostlar bir dəqiqə bir şey çıxsa şimdi ona görə yandırmışdım. Qaldığımız yerdən devam edirik. Brom. Bu mahvu. Aa qapçı neynirsən? Çıxma. Şənk. Hoppa. Hop. Da qaç da. Qaç ama. Ama olmadı axı. Neyse. Biz fırutduq. Belə. Nə deyim daha. Dostlar elə bir dondu. Bu arada donmadı. Buraya indi Victoria falan gəlməlidir. Gələcək. Belə işlərdə yəni dostlar. 18 dəqiqə olur. Dostlar bu arada siz də eğer mənim yəni izləyicilərimdən eğer biri baxırsa buna yorumlarda yazarsınız ki mənim ən çox sevdiyim yəni sizin ən çox sevdiyim mənim necə deyim sizə misal üçün ən çox nərəngi sevirsiniz, mənim haqqımda nələri fikirləşirsiniz, yəni nələri bilmək istəyirsiniz. Bunları eğer yorumlara yazsanız mən də onları cevaplayaram və yəni heç bir problem olmaz. Belə. Neyse dostlar, neyse Victoria falan gəlmədi. O dondu deyəsən. Amma gəlməkdə yəni mənə oynayandan həmişə Victoria falan gəldi bu tane ortaya. Neyse dostlar beləliklə sağ olun, salamat qalın. Kanalıma abone olup like atmayı unutmayın ki belə videoların davamı gəlsin. Bu arada dostlar artıq inşallah ki məktəbdən sonra yəni iyunda falan artıq iyunun 1-i, 2-si bu vaxtlardan sonra hər gün video gələcək, hər gün. İnşallah ki dostlar siz də məni izləyərsiniz, abunə olarsınız. Deyəcəklərim bu qədər. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Sağ olun.